Hökumət hazırda əskərlik müddətinin azaldılmasının nə üçün məqbul saymadığını açıqlayıb. Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb. Qeyd edilib ki, alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi siyasi islahatların aparılmasının şərtləndirir. Nəzərə çatdırılıb ki, müddətli həqiqi hərbi xidmətin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayədək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayədək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə hərbi vəzifə və hərbi xidmət haqqında qanunda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq ki, bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan ordusunun əskər və çavuş heyəti ilə kompleksləşdirilməsində çətinliklər yaradacaq. Qeyd olunanlar nəzərə alınaraq söz gedən təklifin qəbul edilməsi məqsədə müvafiq hesab edilmir.